Amir mərkəzi bütün inkubator əvəzkarlarına. Yenə Çin istehsalı inkubatordur. Demək, qardaş maraqlanıb, bizlə girib baxıb. İndi isə sifariş verdi, gəlmişik inşallah onu təmir eləməyə. İndi inşallah təmir eləyəcəyik, düzəldəcəyik, qəşəng səliqəli şəkildə yığacağıq. İnşallah işlədəcək, super də nəticə alacaq. Qardaşın özü də sənətkardır, özü də ustadır. Başqa bir sahədə ustalıq eləyir inşallah. Allahın köməkliyi ilə demək, yığıb düzəldib, təmir eləyəcəyik. Görün qəşəng necə nəticə verəcəkdir. Onu da inşallah deyəcəyik, göndərsin, paylaşaq, baxın. Oradan da çəkiliş edəcəm, baxarsınız. Deməli 45 dənə yumurta tutur. 1056 dənə gedir. 1054 dənə. Deməli, inkubatoru mən təzə bilirdim, amma təzə deyil, işlənir. İnkubator işlənir, bacırırsınız. Yox, bilirəm. Yox, onu sonradan düzəltdirəm. Yox, işləyib də, işlədiblər də. Yox, mən deyim də, o seyid adamdır. İndi yalan danışsa... Bir dəfə də olsun işlədib də, mən onu... Bir yumurta qoymuşam, ona asla şey eləmədim. 100 yumurta qoyub orada atıb gedib. İndi inşallah yığacağıq Allahın köməkliyi ilə. Yığandan sonra da inşallah... Sağ olsun. Payın azı çox olmur, elə paydır, sağ olsun, dəyər olmur. Kukran biri bağlamışdım, yəni MDF-dən də kraskalı. Aydın. Yəni... Narahat olma, indi düzəldəcəm. Bunları ne bir-birinə bağlamışsın? Bunu mən, yox, icarət bitmişəm, bağlamamışım. Ayrı-ayrı zannetləyib bağlamışsın. Mən ona baxmamışdıq, amma. İnşallah yığaq. Çəkiliş eləyəcəm, baxarsın. Görürsünüz, inkubator. Hər şey qaydasındadır. İndi bunu kəsməyəcəyik, doğramayacağıq, deşməyəcəyik. Heç də eləməyəcəyik. Sərgəli şəkildə zavodskoy qaydada yığacağıq. Bu zavodskoy inkubatordur. Bu zavoddan çıxıb, amma zavodskoy adı ilə çıxıbdı, amma o deyil. İndi biz zavodskoy rejimə salacağıq, olacaq bomba kimi. Görürsünüz? İşləmir. Böyle. Demək, inkubatorumuzu yığdıq, qardıq, hər şey qaydasında. Prosta bitəndə işıqlar söndü. Generatoru kodladıq, generatorda problem verdi. Söndük, düzəltdik, dəri kodladıq, işləyir və generatorla qoşmuşuq, inkubator hazırdır. Hazırdır, hər şey yığılır, proqram yığılır. Qalan dediklərimi də biləsən, nə eləmək lazımdır. Burada heç nəyə dəymirsən. Yumurtavı gəldin, vurdun içinə, hər bir şeydir. Yumurtalarda bilirsən də, uc hissəsi aşağı, yekə hissəsi yuxarı. Hamısını yığdın, qoydun, o dediyimi də eləyərsən. Vurandan sonra da yumurtanı yandırdın, heç nəyə dəymirsən. Bu motorun knopkası pasiyanlı yanlı qalacaq. Bu da nə vaxt sən yandır, söndür də o heç. O, hə. Başqa heç nəyə dəymirsən. Qalan hər şey qaydasında. İşləyəcək, yığacaq, hər şey. Nə də lazım olsa mənə deyib. Bax, görsən nə kəsmişik, nə doğramışıq. Heç də. Bu rezinlərin də hamısını çıxardırsan. Bax, heç də kəsib doğramamışıq. Bu rezinlərin, bax, siz də qulaq asın, bax, hamısını çıxardırsan. Alt üst. O tərəf, bu tərəf, hamısı. Yaxşı, o rezin olmayacaq orada. Nətərdir? Allah xeyri versin, qardaş. Sağ ol. Kimə də lazım olsa əlaqə saxlayın. Yumurtanı qaz, dəyişmə heç də lazım deyil. Mənlə əlaqə saxla, hamısını deyəcək. Yaxşı. Olaraq ki, mənə basıb çıxmazsa, sən desin bunu belə elə, burada basıb çıxmaz. Yox, çıxacaq. Sən heç nəyə dəymə burada. Hər şey yerindədir. Sən nə istəyirsən var. Bir dənə çıxış vaxtı mənlə əlaqə saxla. Nə də bilməsən, serovuna görə əlaqə saxla. Yaxşı, xeyirli olsun. Sağ ol. Deməli, inkubatorumuzu yığdıq, bitirdik hər şey qaydasında. Bax, bu inkubatorlardan, Çin istehsalı inkubatorlar. Kimdə varsa əlaqə saxlayın. Yəni, onu bizdən başqa yığan yoxdur. Bunu bilin. Onun beyninin proqramını da bizdən başqa bilən yoxdur. Onun beynində o qədər proqram var ki, o qədər, belə deyək. İndi siz hamı deyəcək, biz bilirik, neyinirik. Bax, vallahi müştəri çağırmaq üçün demirəm, amma mənə lazım deyil. Yəni, ruzunu yetirən Allahdır. Faktiki olaraq, yoxdur da qardaş. Bax, kəsirlər, doğrayırlar, neynirlər. İndi bu bir savadsızlıq. Bunu bilmirlər. Bu məlum məsələdir. Bu heç. İkinci baxımdan, beynin daxilində olan proqramı heç kim bilmir. Bax, mən imenli bunu öyrənmək üçün, içinin o proqramını oxumaq üçün, bax, bura yazmaq üçün mən illərim gedib.
Bəlkə də o beyindən bir 50 dənəsə mən yandırmışım. İndi qardaş gedirik, filfolo eləyirik, işləyir. Cəmaət də qəşəng, müştərilər də qəşəng nəticə alır. İşlədənlər də qəşəng nəticə alır. Başa düşdünüz necə? Ona görə də qardaş, bir şeyin ustasını tapın, yaxşı. Bax bu ağsaqqal özü elektrotexnikdir. Bir dənə də usta gəlib bura, indi mənə dedi, qutaranda. Görüb ki, yox, onluq dəyər. Ustaya deyib ki, qardaş, əl vurma, yer çıx get, mənə zəif verdi. Kim də var, bax bu inkubatorlara əlaqə saxlayın. Gələk yığaq verir ki, gözəl nəticələr alın. Ümumiyyətlə, inkubatora aid nə lazımdırsa, Adil Ustanın səhifələrinə baxın, Adil inkubator, Adil Usta yazın və yaxud Adil Ustanın inkubatorları. Girin, baxın, görün qardaşlar, nə var, nə işlər görürük. Sağ olun.